Hətta görmüsünüz də, mən yenə sosial şəbəkələrdə qarşıma çıxır. Məsələn, ətlər satırlar. Kilosu daha bizdəkindən daha ucuz, donmuş ətlər. Hətta mənim qabağıma çıxanda baxdım ki, deyir ki, bəziləri deyir ki, bu ət köhnədir filan, ətin təriflidir. Yox, bax filan yerdə kəsilib, halaldır filan. İndi mən baxıram ki, bu ət, məsələn, Ukraynada kəsilib, orada dondurulub, orada nəqliyyat xərci çəkilib, gətirilib bura. Burada üstünə xeyir qoyulub, satılıb, toptancısı üstünə xeyrini qoyub satıb pərakəndəçiyə, pərakəndəçi də satır istehlakçıya da, düzdür? Onunla belə, onun qiyməti bizim yerli ətdən ucuz gəlir. Necə ola bilər? Bu, məsələn, bizim hansı ki, bizimki bir də otu qoyur qabağına, qoyun, otdur, gətirir, kəsir, satır da. Məsələn, necə ola bilər ki, Ukraynadan gələn, gömrüyü ödənən, yol xərci ödənən, toptancının pərakəndiyə satıcı, oradan hamısı üstə gələndə, oradan gələn ət buradakından necə ucuz ola bilər? Niyə ucuz olur? Demək ki, burada nəsə tərs gedən bir mexanizm var, düzdür ya yox? Yəni, bu məsələləri tənzimləmək lazımdır, bu məsələləri qaydasına qoymaq lazımdır. Yoxsa ki, ümumi şəkildə danışırlar, məsələn, statistikalara baxırsınız da məruzə eləyəndə, bizim kənd təsərrüfatı sahəsində inkişafımız keçən ildən 3,5 dəfə artıbdır. O biri qalxır deyir, bizim əhali, hanı?